Birləşmiş Ştatlardan kənarda Prezident Donald Trump'ın inaugurasiyasına qarşı ən böyük etiraz aksiyaları Britaniyadakı feministlər tərəfindən həyata keçirilib. Onlar hələ də Trump'ın qadınlarla bağlı mübahisəli şərhlərinə görə qəzəblidirlər. Lakin Theresa May'in Trump'la gündəmində post-Brexit dövründə ticarətin gələcəyi, terrorizm və Suriyadakı münaqişə yer alır. Mən Donald Trump'la ortaq maraq bölüşdüyümüz bu məsələlər və xüsusi münasibəti necə quracağımız barədə danışacağam. Elə bu xüsusi münasibət də bizə bir-birimizə qəbul edilməz saydığımız şeyləri bildirməyimizə imkan yaradır. Theresa May Trump'ın qarşısında öz sözünü deməkdən çəkinməyəcəyini deyib. Fikrimcə, qadınların rolu ilə bağlı ən böyük bəyanat mənim orada onunla Birləşmiş Krallığın qadın baş naziri olaraq görüşməyim olacaq. Bəzi müşahidəçilər çox fərqli şəxsiyyətlərə sahib bu iki insan arasında görüşün naqolay olacağını təxmin edir. Məncə xanım Theresa May kimi bir insanın özünü necə apardığını, həyatını necə yaşadığını nəzərə alanda, onun Donald Trump'la üz-üzə gəlməsini başqa bir dünyanın insanı ilə görüşə bənzətmək olar. Lakin həm May, həm Trump üçün ortaq maraqlar və iki ölkə arasında tarixi xüsusi münasibətlər medianın hər iki ölkədə qaldırdığı şəxsiyyət və gender məsələlərinə daha üstündür. Bu yaxınlarda May Britaniyanın Avropa İttifaqından ayrılmağına dair öz planını təqdim edib. Trump da Britaniyanın bu addımını dəstəkləyir. İndi isə May'in ABŞ-ın yeni prezidenti ilə ilk görüş keçirməsi onun Britaniyadakı mövqeyini gücləndirəcək. Britaniya hökumətinə yaxın mənbələrin bildirdiyinə görə May'in istədiyi tarifləri aradan qaldıracaq azad ticarət razılığı əldə etməkdir. Trump'ın tərəfi Britaniyaya azad ticarət razılığı əldə etmək üçün növbəyə durmalı olduğu ilə bağlı xəbərdarlıq edirdi. Amma indi elə görünür ki, Theresa May artıq növbənin önünə keçdi.